Salam, əziz müəllimlər və şagirdlər. Bu videoda mən sizə nəsl ağacı qaydaları haqqında məlumat vermək istəyirəm ki, bu nəsl ağacı haqqında məndən çoxdandır video istəyirdilər, testləri haqqında, qaydalar haqqında, necə həll edə bilərik, yolu necədir. Və əvvəllər biz nəsl ağacı məsələlərini ancaq MIQ imtahanlarında görə bilirdiksə, indi artıq keçən ildən 2025-ci ilin birinci şans imtahanına nəsl ağacı düşmüşdü və artıq DİM test toplusunun 2025-ci nəşrində, yəni ən son çıxan nəşrində artıq bir neçə qaydada biz nəsl ağacı məsələlərini görə bilərik. Nəsl ağacı məsələlərində ya hər hansı bir əlamət xəstəliyi üzrə olacaq, ya da qan qrupları üzrə olacaq. Deməli, əvvəla nəsl ağacı məsələlərini biz həll edə bilməyimiz üçün nəsl ağacının işarələrini tanımalıyıq. Deməli, buradan görürük. Kişilər dördbucaq kvadrat şəklində işarə olunur, qadınlar yumru. Öyrənilən əlamət, yəni hər hansı bir xəstəliyi öyrənirik, hər hansı bir əlaməti öyrənirik, içi dolu fiqur görəcəyik burada. Ya indi dördbucaq içi dolu olacaq. Ya da belə dördbucaq içi yumru həmin öyrənilən əlamətdir və kişi cinsidir. Amma dairə içi yumru görsək, bu isə öyrənilən əlamətdir, amma qadındır. Və belə arasında xətt olanlar, həmin bunlar nikaha daxil olub, yəni bunlar arasında çarpazlaşma gedib və buradan alınan xəttlər isə, buradan isə gördüklərimiz uşaqlardır. İndi burada ayrı-ayrı uşaqlar görünüb, burada yoxdur, bu kitabınızdan 9-cu sinif məktəb kitabından götürdüyüm şəkildir. Amma bir də biz belə şəkillər görə bilərik. Yəni, baxın, bir nikahdan belə formada çəkilirsə, bu əkizlərdir. İndi, əgər belədirsə, bu müxtəlif yumurta əkizlərdir. Yox, bunların arasında xəttə gördünüzsə, bunlar eyni yumurta əkizlərdir. İndi görürsünüz, müxtəliflər məsələn, ya iki qız olacaq, ya iki oğlan, ya bir qız, bir oğlan ola bilər. Amma eyni də mütləq bunlar eyni cinsli olmalıdır. Bunlar nəsl ağacı işarələri. Gəlin keçək indi həll sxeminə. Necə gedəcəyik? Hardan başlayacağıq? Hansı ardıcıllıqla gedəcəyik? Birinci, baxırıq nəsildə xəstəliyin paylanmasına. Hər nəsildəmi var? Yoxsa bir neçə nəsildən birdirmi? Məsələn, belə deyim, valideynlərdə var, övladda da varmı? Yoxsa valideynlərdə yoxdur, övladda mı üzə çıxıb? Ancaq qızlardadırmı? Ancaq kişilərdədirmi? Yəni, baxırıq, müşahidə edirik. İkincisi, baxırıq və o müşahidələrimiz əsasında irsiyyətin tipini müəyyən eləməliyik. Dominantdırmı, resessivdirmi? X-lə ilişkilidirmi, Y-lə ilişkilidirmi? Ki, bunun haqqında hər birində məlumat verəcəm. Yəni, dominant olanda necə olur, adsomda, cinsiyyətdə olanda necə olur, məlumat verəcəm. İrsiyyətin tipini müəyyən edirik. Deməli, birinci neynədik? Müşahidə edirik. Hər nəsildədirmi? Məsələn, hər nəsildə olsa, bunun dominant olma ehtimalı çoxdur. Yox, bir neçə nəsildən biri olsa, resessiv olma ehtimalı çoxdur. Yəni, bu demək deyil ki, hər dəfə elə hər nəsildə gördüksə, bu dominantdır. Xeyr, yəni ehtimal olaraq deyirəm. Sonra, baxırıq, burada qız, oğlan da qadın, kişi, qadın fərq eləyirmi? Yəni, adsomla mı ötürülür, yoxsa sırf cinsiyyətlə əlaqəsi mi var? Yəni, bunları müəyyən elədik. Daha doğrusu, paylanmasına baxdıq və baxandan sonra irsiyyətin tipini müəyyən edirik. İrsiyyətin tipini müəyyən elədik. Tutaq ki, deyirəmsə, adsom resessiv. Tutaq ki, mən bildim ki, bu adsom resessivdir. Biz onda nə edəcəyik? Kiçik A hərfindən və ya kiçik B ilə də nə ilənsə, kiçik bir hərflə işarə eləyəcəyik. Tipini müəyyən eləyəndən sonra, baxın, variantlara keçməmişdən qabaq genotiplər, xəstələrin genotipini yazırıq. Əgər, məsələn, öyrəndiyim əlamət adsom resessivdirsə, məsələn, tutaq ki, baxın bura. Adsom resessivdirsə, bu üzə çıxıbsa, deməli, bu kiçik A-dır. Düzdürmü? Yox, üzə çıxmayıbsa, böyük A var, amma yanında bilmirəm, kiçik A-dırmı, böyük A-dırmı. Yəni, xəstələrin genotipini yazdım. Baxın, əlamətlər varmı? Bunları yazıram, tutaq. İndi burada əslində adsom resessiv deyil. Buradakı, bu şəkildəki adsom dominantın əlamətidir. Sadəcə mən adsom resessivlə başladım deyə elə davam edirəm. Deməli, tutaq ki, xəstələri yazıram. Düzdürmü? Xəstələr yazıldı. Ondan sonra valideyn övlad əlaqəsi ilə digər genotipləri yazırıq. Yəni, bu xəstələri mən yazandan sonra baxıram
övladlardan valideyn çıxardıram. Və ən sonda bütün genotipləri düzdürmü? Bütün genotipləri düzəndən sonra sualın tələb etdiyi nəticəni çıxardacağıq. Baxın, yenə deyirəm. Bəzən yazılmır da çoxsu həll eləyəndə. İndi yenə həll eləyə bilən eləsin, bu başqa məsələ. Amma yəni ki, yaxşı olar ki, həmin cədvəldəki bütün genotipləri yazasınız. Birbaşa varianta keçəndə, varianta baxırıq, cədvələ baxırıq, nəticə çıxardırıq. Təzədən o birisi variantda bir də təzədən nəticə çıxarmalıyıq. Belə çətin olur. Ən yaxşısı sizə tutaq ki, MIQ olsun və yaxud qəbul olsun. Nə qədər nəsil ağacı düşəcəksiniz? Uzağı bir dənə. Yəni qoy vaxtınızı biraz aparsın. Nə edirsiniz? Bütün hamısının genotiplərini yazırıq. Ondan sonra artıq variant çıxartmaq çox asandır. Deməli, bu bizim həll sxemimiz. Belə deyək, alqoritm, ardıcıllıq. Necə edirik? Paylanmasına baxdıq, müşahidə elədik, irsiyyətin tipini müəyyən elədik. Öyrənilən əlamətdirmi, xəstəlikdirmi, bütün onların genotipini yazırıq. Sonra valideyn-övlad əlaqəsindən digər genotipləri doldururuq və nəticədə sualın tələb etdiyi nəticəni çıxarırıq. İndi hər bir irsiyyət tipində autosom dominant, autosom resessiv, X-lə dominant, X-lə resessiv və Y-lə ötürülən xəstəliklərdə 1-2 əlamət deyəcəm sizə. Yəni, yaxşı olar ki, indi əzbərləyə bilən əzbərləsin. Yaxşı olar ki, həmin o dediyim fikirləri başa düşün, yəni o sonradan yadınızdan çıxmasın. Ondan sonra həmin 1-2 fikirdən artıq məsələləri çox rahat çıxarda biləcəksiniz. Bəzən isə məsələlərin çoxsunda özü deyir ki, məsələn, tutaq ki, belə bir cədvəl verib, deyir ki, ağ çəng xəstəliyinin nəsildə paylanması verilib və yaxud nəsil ağacı verilib, belə bir cümlə deyir. Artıq ondan sonra sizə asandır ki, ağ çəng autosom dominantdır. Yəni, böyük A burada xəstə olacaq, kiçiyə sağlam olacaq. Onda nə edirik? Onda üçüncü şeydən başlayırıq. Üçüncü mərhələdən. Çünki artıq irsiyyətin tipini bilirik. Xəstələrin genotipini yazdıq. Sonra valideyn-övlad əlaqəsindən digər genotipləri doldururuq. Nəticədə sualın tələb etdiyi nəticəni çıxarırıq. Amma bəzən də beləcə bir şəkil verir bizə. Deyir ki, irsiyyətin tipini müəyyən elə. Autosom dominantdırmı, X-lə ilişkilidirmi falan filan. Belə. Gəlin indi irsiyyət tipini müəyyən etmə qaydalarına baxaq və irsiyyət tipini müəyyən etmə qaydalarından sonra DİM 2025 test toplusundan olan məsələlərə, nəsil ağacı məsələlərinə baxacağıq burada. Amma bu videonun davam videosu kimi çəkəcəm. Onda artıq digər sınaq toplularından, hansı ki, ABC sınaq toplusundan falan məsələlər çıxardacağım nəsil ağacı qaydaları haqqında, çünki orada daha çətinlərdir. İkinci videoda da sırf o məsələlərə baxarıq. İndi birinci baxırıq autosom dominant əlaməti, xəstəliyəmi. Autosom dominantdırsa, bu xəstəlik böyük A ilə işarə olunur. Bu zaman böyük A və böyük A kiçik A xəstə olacaq. Kiçik A'lar sağlam olacaq. Autosom dominantda necə olur? Xəstə və yaxud əlamət olan bir fərd. Bu fərdin, xəstə fərdin ən azı bir valideyni xəstə olmalıdır. Və sağlam valideynlərdən xəstə uşaq doğula bilməz. Baxın, xəstə fərdin ən azı bir valideyni xəstə olmalıdır və sağlam valideynlərdən xəstə uşaq doğula bilməz. Sağlam olan bütün fərdlər homozigot resessiv olur. Bəli, xəstəlik dominant yolla ötürülürsə, böyük A varsa, yanında kiçik A, böyük A-nın fərqi yoxdur. Bu xəstə olacaq. Amma burada artıq autosom dominant yolla ötürülən bir xəstəlikdirsə, sağlam fərdlərin hamısı kiçik A olacaq. Deməli, sağlam olan bütün fərdlər homozigot resessiv olur və nəsil ağacında həmin fərdlər işarələnir. Tutaq ki, baxın, bizdə autosom dominant bir xəstəlik verilir. Yəni, tapdıq ki, ya özü mü verdi, ya biz tapdıq ki, autosom dominantdır. Niyə edəcəyik? Sağlamların hamısını kiçik A doldururuq. Və bu, hansı ki, bu xəstələr isə böyük A var, amma yanlarını bilmirik. Aydındır? Sonra və yaxud gəlin elə buradakən baxaq. Tutaq ki, bu kitabda da verilən ağ çəng xəstəliyinin ötürülməsidir. Yəni, ona görə burada işarə edirəm. Ağ çəng autosom dominant yolla ötürülür. Yəni, burada kiçik A sağlam olacaq. Amma böyük A və yaxud böyük A, kiçik A və yaxud elə buna birbaşa
ən rahat yazmaq necədir? Böyük A beləcə qoyuram. Bu, yəni kiçik A-nın böyük A-nın fərqi yoxdur. Kiçik A da ola bilər, böyük A da. Bu xəstədir. İndi autosom dominantda nə dedim? Sağlamlar kiçik A-dır. Əgər autosom dominantdırsa, sağlamların hamısını kiçik A dolduraq. Buradan bu olacaq, bu olacaq, bir də bu olacaq. Hə, xəstələr isə böyük A var artıq, amma homozigot böyük adımı, heterozigot böyük adımı bilmirəm. İndi baxın, buradan sizə bir şey deyim. Bunun, bu ən birinci nəslin 1, 2, 3, 4 uşağı var. Amma baxırıq 3 uşağı xəstədir, 1 uşağı sağlamdır. Bir uşaqda kiçik adısa, böyük A-lardan necə kiçik? Baxın, kiçik adırsa, deməli bu sağlam olan oğlan uşağı A-nın birini atasından alır, birini anasından. Deməli, bunlar heterozigot formada xəstəymiş. Gördünüz, artıq düzəlir. Deməli, nə edirik? Xəstələrin genotipini yazdıq. Digər genotipləri yaza biliriksə yazdıq. Sonra valideyn-övlad əlaqəsindən genotipləri, digər o boş qalanları çıxardırıq. Görürsünüz, artıq bunlar düzəldi. Digərinə də eyni onun kimi. Məsələn, burada böyük ya olsa, uşaqların hamısı böyük ya kiçik olardı və hamısı həmin əlaməti daşıyardı, hamısı xəstə olardı. Deməli, bu da böyük ya kiçiyəmiş. Görürsünüz, artıq doldura bilirik. Deməli, autosom dominantı birdə əlamətlərini deyirəm. Xəstə fərdin ən azı bir valideyni xəstə olmalıdır və sağlam valideynlərdən xəstə uşaq doğula bilməz. Sağlam olan fərdlərin hamısını homozigot resessiv olur və həmin fərdlər işarələnir. Bu autosom dominantı 2. İndi üçüncü, məsələn, irsiyyət tipini müəyyən eləyəndən sonra şey eləyirik. Əsas qabaqca necə seçirik? Xəstə fərdin ən azı bir valideyni xəstə olmalıdır. Sağlam valideynlərdən xəstə uşaq doğulmaz. İndi autosom resessivə baxaq. Autosom resessivlərdə bu xəstəlik kiçik A ilə ötürülür və kiçik A nə zaman öz əlamətini biruzə verər? Homozigot formada. Deməli, böyük A varsa, bu böyük ya da olsa, böyük ya kiçik də olsa sağlamdır. İndi burada sağlam valideynlərdən xəstə uşaq doğula bilər. Artıq bu ikisinə baxın. Autosom dominantdırsa, burada sağlam valideyndən xəstə uşaq olmayacaq. Amma siz sağlam valideynlərdən xəstə uşaq görə bilsəz, tez düşünürsünüz ki, bu resessiv imiş. Necə oldu ki, valideyn sağlamdır. Deməli, valideynlərin böyük yası var, amma böyük yaların yanında böyük ya kiçik yamış da, böyük yaların yanında bu formada olsa, bunlardan bir dənə özləri sağlamdır, amma uşaq xəstədir. Deməli, bu resessiv ötürülən xəstəlikdir və xəstə fərdlər işarələnir. Baxın, autosom dominantda biz sağlamları bilirdik ki, kiçik sağlamları işarələyirdik autosom dominantda. Autosom resessivdə xəstə fərdləri işarələyəcəyik. Çünki niyə? Bu zamanda kiçik burada xəstələrdir. Sonra X xromosomu ilə bağlı resessiv irsiyyət. Məsələn, hemofiliya, elə buradan gələn hər birinə nümunələr deyək. Autosom dominant, məsələn, Marfan sindromu, araxnodaktiliya, polidaktiliya, ağçəng, daha sonra gözün buynuz qışasının degenerasiyası. Bunlar autosom dominant ötürülən xəstəliklərdir. Əlamətlərdən bilirsiniz artıq. Qara saçdır, qara gözdür, qıvrım saçdır, alçaq boyluqdur. Yəni bunu genetikada öyrənirsiniz. Əlamət də bilirik, xəstəliyi də dedim. Və yaxud autosom resessiv, mavi saç olar, daha doğrusu üzr sayın, mavi göz olar, sarı saç olar, düz saç olar, uzun boyluq olar. Bunlar autosom resessivdir. Xəstəliklərə gəldikdə tirozinem var, albinizm var, fenilketonuriya var, homosisturiya var, Tay-Sachs ola bilər, talasemiya ola bilər, daha sonra şəkərli diabet, şizofreniya, albinizm dedim səhv eləmirəmsə, bunlar autosom resessivdir. İndi X xromosomla bağlı resessiv irsiyyətə biz nə dedik? Hemofiliya, daltonizm və əzələ atrofiyası. Bunlar isə X xromosomu ilə bağlı resessiv xəstəlikdir. Deməli, baxın, burada bir neçə nüans yazmışam sizə. Başa düşsəz, heç əzbərləməyiniz lazım deyil. Çünki başa düşsəz, ondan sonra nəsl ağacında görən kimi biləcəksiniz. Amma yenə də əzbərləsəz belə sizin köməyinizə çatacaq. Deməli, ana xəstədirsə, X xromosomu ilə bağlı resessiv irsiyyətdə, ana xəstədirsə, mütləq bütün oğlanlar xəstə olacaq. Qızlarda isə həmin gen olacaq. Yəni, həmin genə rast gəlinəcək. Gəlin, baxaq. Deməli,
Ana xəstədirsə, mütləq bütün oğlanlar xəstə olacaq. Baxın, bu X-in üstündə kiçik hərflə işarə edirik, düzdür? İndi hemofiliyada X üstü kiçik H-la, daltonizmdə X üstü kiçik D ilə işarə edirik. Mən fərqi olmasın, tutaq ki, fərqi yoxdur, nədir? X üstü kiçik A yazıram. Deməli, ana xəstədirsə demişəm. X xromosomu ilə bağlı resessiv irsiyətdə ana xəstə olması üçün, yəni ikisi də kiçik olmalıdır. X üstü kiçik, X üstü kiçik. Tutaq ki, ata indi hər nədirsə bunu qoyuram bir qırağa. Axı oğlana, atada indi bir dənə Y var da, X-də, tutaq ki, atanı sağlam götürüm lap bir də. Hə, oğlanlara atadan Y gedər axı. Deməli, oğlana anadan X gedir deyə, oğlanın xəstəliyini X xromosomu ilə bağlı irsiyətdə ana təyin eləyəcək. Yəni, anaya anadan bir dənə X gedir deyə və ikisi də kiçiyadırsa deyə, bunun oğlu nə olacaq? X kiçiyə Y olacaq. Yəni, ana xəstədirsə, mütləq bütün oğlanlar xəstədir. Baxırsınız cədvələ. Bir dənə anada əlamət göstərir, bir də onlardan bütün doğulan oğlan uşaqlarında xəstəlik göstərir. İndi bu, yəni demirəm sizə, yenə resessiv də ola bilər, autosom resessiv, autosom dominant da ola bilər. Amma yəni əgər ananı xəstə görüb, oğlanların hamısını xəstə gördüsə, bu artıq düşünəcəksiniz ki, bu X ilə bağlı resessiv də ola bilər. Sonra, deməli, digər bir qeyd. Ata xəstədirsə, qızlarda həmin genə rast gəlinəcək. Yəni, ata xəstədirsə, bu ata xəstədirsə, X kiçik A, Y ilə işarə olunur, düzdürmü? Və atadan qıza nə keçir? X keçir. Deməli, qızlar xəstə ola da bilər, olmaya da bilər. Xəstə olsa da, olmasa da X kiçik A-sı var. İndi olmasa, deməli, X böyük ya, X kiçik A-dır, daşıyıcıymış, qız xəstə olmasa. Amma xəstə də olsa X kiçiyə, X kiçiyə. Yəni, ata xəstədirsə, mütləq qızlarda bir dənə X kiçiyə var. Sonra, deməli, ana xəstədirsə, mütləq bütün oğlanlar xəstədir. Yox, ata xəstədirsə, qızlarda həmin genə rast gəlinəcək. Qız övladı xəstədirsə, ata mütləq şəkildə xəstə olur. Niyə? Çünki qız övladında X kiçiyə, X kiçiyə xəstədir, düzdür? Hə. İndi bu qız övladı X kiçik A-nın birini anadan alıb, yəni həmin gen var. İndi bilmirik, daşıyıcı da ola bilər, xəstə də ola bilər. Amma ata mütləq şəkildə, çünki kişilərdə, X ilə ilişkili irsiyyətdə kişilərdə bir dənə A olsa, bunlar xəstə olur. Yəni, bir dənə o resessiv gen bəs eləyir ki, onları xəstə eləsin. Çünki ikinci tərəfi Y-dir. Deməli, qız övladı xəstədirsə, ata mütləq xəstədir. Sonra, deməli, tutaq ki, görürdünüz, ata xəstədir cədvəldə və doğulan uşaqlardan qızların hamısı xəstədir. Bu artıq düşünə bilərik ki, bu X-lə resessiv irsiyyətdir. Yox, oğul övladı xəstədirsə, anada həmin gen var. Yəni, daşıyıcı da ola bilər. Daşıyıcı elə sağlam deməkdir da, fenotipcə. Xəstə də ola bilər. Deməli, mütləq ola bilənlər hansıdır? Ana xəstədirsə, mütləq bütün oğlanlar xəstədir. Qız övladı xəstədirsə, mütləq ata xəstədir. Yəni, buradan baxırsınız ki, bir ana xəstədir, bütün oğlanlar xəstədir. Yox, bir ata xəstədir, bütün qızlar, oğlanlar sağlamdır, qızlar xəstədir. Bunu artıq düşünə bilərsiniz ki, bu X ilə bağlı resessiv irsiyyətdir. Və təyin elədiniz, ən sonuncu nə edirik? Yazırıq. Bu zaman xəstə kişi fərdlər nə qədər əlaməti olan, yəni belə dörd bucaq içi dolu gördüksə, bunların hamısına X kiçiyə Y yazırıq. Sağlam kişi gördüksə, X böyüyə Y yazırıq. Çünki kişilərdə bu X ilə daşıyıcılıqda kişiləri ilə baxan kimi biz genotipini yazırıq. Amma qadınlar sağlamdırsa yaza bilmirik. X böyüyə, X kiçiyə də ola bilər. X böyüyə, X böyüyə də ola bilər. Amma xəstə qadınlar elə bilinir ki, X kiçiyə, X kiçiyədir. Yəni cədvəli doldurursunuz. Sonra keçək X xromosomu ilə bağlı dominant irsiyyətə. Burada artıq xəstəlik X böyük adı. Xəstəlik. Deməli, xəstə atanın bütün qızları xəstə olar. Niyə? Bayaq burada ata xəstədirsə, qızlarda həmin genə rast gəlinər dedik. Amma burada artıq ata xəstədirsə, yəni ata xəstədirsə mütləq böyük adı. Və artıq bayaq X ilə ilişkili resessivdə X böyük ya, X kiçik ya olan qadınlar fenotipcə sağlam idi. Çünki bu kiçik ya bilindirirdi xəstəliyi və yanında dominant var, üzə çıxa bilmir. Amma dominant xəstəlikdirsə, artıq X böyük ya, X kiçik ya da xəstədir bu qız. X böyük ya, X böyük ya da xəstədir. Ona görə xəstə ata qızına nə verər? X-ini verər. Və məcbur bütün qızları xəstə olacaq. İndi burada da yenə işarələyirik.
Sağlam kişi X kiçiyə Y olar. Hansı ki, bayaq sağlam kişi X böyüyə Y idi. Xəstə kişi X böyüyə Y olacaq. Sağlam qadın isə X kiçiyə X kiçiyə olacaq. Bir də Y xromosomu ilə bağlı irsiyyət yalnız kişilərdə görünür. Baxırsınız cədvələ ki, bütün kişilər hamısı xəstədir. Məsələn, ata xəstədirsə, bütün oğlanlar xəstə olur. İndi sizə bir ehtimal deyim. Məsələn, atanı xəstə gördünüz. Amma oğlanların tutaq ki, biri məsələn 2 oğlu var, biri xəstədir, biri yox. Bu autosom resessiv də ola bilər, autosom dominant da ola bilər. Daha sonra X-lə ilişkili də ola bilər. İndi baxır ananın geninə. Amma Y-lə ötürülən xəstəlikdirsə, ata xəstədirsə, 2 oğlu varsa ikisi də xəstə olar. Həmin oğlanlardan olan oğlanlar da xəstə olacaq. Yəni ata xətti ilə ötürülür və burada məsələn bir oğlu sağlam olsun, bir oğlu xəstə olsun, belə bir söhbət yoxdur. Ata xəstədirsə, mütləq bütün oğlanlar xəstədir. Cədvələ baxırsınız, bütün kişiləri o içi dolmuş fiqur gördünüzsə, yəni burada düşünə bilərsiniz ki, bu Y-lə bağlı ola bilər. Yəni autosom dominant da ola bilər, autosom resessiv də ola bilər. Y-lə bağlı da ola bilər. İndi orada baxırsınız qadınların da vəziyyətinə. Məsələn, autosom dominant, autosom resessivlərdə qadın kişi fərqi yoxdur. Qadında düzə çıxır, kişidə düzə çıxır. Amma Y-ləndirsə, həmin cədvəldə bütün qadınlar sağlam olacaq və bir dənə ata xəstədirsə, həmin ondan olan övladlar xəstə olacaq. Həmin o övladların övladları da xəstə olacaq. Bu nəsl ağacı ilə bağlı belə deyim, həm qaydalar, həm bu irsiyyət tipini müəyyən etmə qaydalarıdır. İndi mən bu PDF-i həm Instagram səhifəmdə də paylaşacağam və video şəklində YouTube-da da paylaşacağam. Yəni bu qeydləri Instagram səhifəmdən götürə bilərsiniz. İndi bayaq sizə nə dedim? Məsələlər dedim. Bu dəfə baxacağıq DIM test toplusunun məsələlərinə. Burada deməli mən bunu açıq saxlayıram ki, bu qaydalarda mən sizə göstərəcəm indi hansı halda özünü doğruldur. Deməli, elə qan qrupu məsələlərinə də baxarıq. Bir dənə nəsl ağacı tapım. Aha. Biri burada. Burada artıq özü yazıb. Ən sadə halıdır. Nə deyir? Nəsl ağacı göstərmişdir. F2 nəslində mavi gözlü. Bunu istəyir. Uşaq haqqında hansı mülahizə səhvdir? Anası mavi gözlü genini daşıyır. Baxın, uşaqda mavi gözlü yüzə çıxıbsa, deməli o kiçiyanın biri atadan gəlir, biri anadan gəlir. Yəni burada ata mavi gözlü heç, ana mavi göz olmasa da bu geni daşıyır. Bu düzdür. Onun atasının valideynləri heterozigotdur. Atasının valideynləri, bəli, heterozigotdur. Fenotipi yalnız atanın genləri əsasında formalaşıb. Baxın. Bu mavi göz dedim üzə çıxıbsa, bu A'nın birini anadan alıb, birini atadan alıb. Yəni bu fenotip hər iki valideynin genləri əsasında formalaşır. Ona görə C variantı olacaq səhv. Daha sonra səhv eləmirəmsə bunun ikinci bölməsində daha çoxdur. Baxaq bura. Aha. İndi baxın, məsələn, bu mən dedim əkizdir, müxtəlif yumurta əkizləridir. Amma bu işarə heç məktəb kitabında yoxdur, amma DIM test toplusuna salıb. Gəlin baxın, yenə dedim, bunlar əkizdir. Burada ortada bir xətt olsa eyni yumurta əkizidir. Yəni bu müxtəlifdir. Ailənin irsiyyətində dərinin balıq dərisi kimi pulcuqlu olması əlamətinə rast gəlinir. Nəsl ağacı tərtib edilərkən bəzi səhvlər edilmişdir. Hansı fərdin fenotipi düzgün göstərilməyib? Aha. Dərinin balıq dərisi kimi pulcuqlu olması, yəni pulcuqlu dəri. Sonra qulaqda tüklük, bitişik barmaqlıq. Bu 3 əlamət Y xromosomundan ötürülür. Yəni bu atada bu əlamət var və Y xromosomu ilə ötürülən xəstəliklər qızda üzə çıxmaz. Deməli bir bu. Ki böyük ehtimal burada 2 yazılıb. Yəqin PDF hazırlayanda 2 düşməyib. Bir qızda üzə çıxmaz, bu bir bu səhvdir. Bir də həmin bu Y-lə bayaq mən sizə nə dedim? Ata xəstədirsə bütün oğlanlar xəstə olur. Yəni bu da xəstədir heç, amma bu oğul da xəstə olmalıdır. Deməli bu birin də içi dolu olmalıdır. Deməli 1 və 2-ci səhv göstərilib. Daha sonra daltonizm xəstəliyi X xromosomu ilə daşınır. Aşağıdakı nəsl ağacına daltonizm erkək, daltonizm olmayan dişi, normal erkək. Bəli, daltonizm X
kiçik də yazaq da. X ilə ötürülən resessivdir. Aha. İndi nə edirik? Mən sizə dedim. Birincisi şeyləri yazaq, genotipləri. Bu daltonizmli erkək fərddir. X kiçikdir Y. Buna da X kiçikdir Y yazaq. Daha sonra sağlam fərd görən kimi biz bunu yaza bilirik. X böyükdür Y. Sağlam fərd deyəndə sağlam erkək demək istirdim. Bu 4 bucaqlı. Burada da X böyükdür Y yazdıqmı? Keçək qadınlara. Qadın sağlamdırsa, bunun X bir dənə böyük D-si var, amma ikinci D-si böyükdürmü, kiçikdirmi bilmirik. Böyük D-ni yazıram, ikincinin yerini boş qoyuram. Böyük D, X boşluq. Eyni ilə bu da X böyük D, X boşluq. İndi Z-in sağlam fenotipə malik olmasına səbəb olan gen ona anasından keçib. Z sağlamdır. Niyə? Çünki bir dənə böyük D-si var. Və bu böyük D-ni, bu qız böyük D-ni hardan alıb? Atadan, biz bunun ikinci D-sini yaza bilirik. Niyə? Çünki bir dənəsi atadan gələcək axı, 100%. Bayaq burada nə dedim? Ata xəstədirsə, qızlarda həmin genə rast gəlinər. Yəni, bir dənə X kiçik D-si var. Amma bu sağlamdırsa, deməli, anasından alıb böyükdür. Atadan isə böyük D-ni bildik. Böyük D-ni bayaq biz yazmışdıq. Kiçik D-ni hardan aldıq? Çünki mütləq şəkildə atadan da bir dənə X almalıdır. İndi, Z-in sağlam fenotipə malik olmasına səbəb gen onu anasından keçib. Bəli, X böyük D-ni anasından alıb. Bu düzdür. Y-in, Y-anı bu. Sağlam fenotipli qızlarının hamısı daşıyıcı olacaq. Y-in qızlarından söhbət gedir. Burada nə yazmışam? Ata xəstədirsə, qızlarda həmin genə rast gəlinir. İndi, Y-in sağlam fenotipli qızlarının hamısı da, yəni sağlam olsa da, o tam X böyükdür, X böyükdür ola bilməz. Niyə? Çünki ona atası mütləq bir dənə X kiçikdiyini verəcək. Yəni, sağlamdırsa, X böyükdür, X kiçikdir ola bilər ancaq. Aha, bu da düzdür. Bayaq burada yazdım. Ata xəstədirsə, qızlarda həmin genə rast gəlinir. Y-in anası bu xəstəliyin daşıyıcıdır. Y-in anası budur. Bu xəstəliyin daşıyıcısıdır. Buna gəlin baxaq. Məsələn, bunu hardan bilərik ki, bu xəstəliyin daşıyıcısıdır? Bu Y-in özünə baxsaq. Bu X kiçikdir, Y-dir. Bu Y-i atadan alıb. Amma X kiçikdiyini ki, anadan alır. Deməli, ananın da genotipini yazdıq. X böyükdür, X kiçikdir. Y-in anası bu xəstəliyin daşıyıcısıdır. Bəli. Həm də, baxın, burada da nə yazmışam? Oğul övladı xəstədirsə, anada həmin gen var. Oğuldur, xəstədir. Deməli, mütləq anada həmin gen var. Bu da düz oldu. Z-in, Z. Oğlanları heç vaxt xəstə doğula bilməz. Baxın. Z-in özü bir dənə X kiçikdir daşıyırsa, bunun oğlu olanda, bu oğula Y atadan gələcək, amma X2 anadan gəlir. İndi anadan X böyük də gələ bilər, X kiçik də gələ bilər. Ona görə doğula bilər. Səhv variantımız budur. X-in qızları heç vaxt xəstə olmaz. Bəli. Xəstə olmaz niyə? Əgər lap tutaq ki, mən bu ana bilirəm ki, bu X olan ailədə, bu ailədə ana X böyük D-si var çünki sağlam görünürdü, içi dolu deyil. Tutaq ki, lap bir də deyirəm ki, hələ bunun bir dənə də kiçik D-si olsa belə, bunun qızı, X-in qızı, mütləq bir dənə X böyük D-ni alır. İndi anadan X kiçik D alsa belə, buna mütləq atadan X böyük D gəlib. Ona görə heç vaxt qızı xəstə olmayacaq. Daşıyıcı qızları ola bilər. Tam sağlam qızlar da ola bilər. Yəni X böyükdür, X böyükdür. Amma xəstə qızı ola bilməz. Xəstə qız X kiçikdir, X kiçikdir olmalıdır. Onda gərək X də X kiçikdir olardı. Elə burada doğru cavab olacaqdır. Yəni səhv mülahizə D-dədir. Daha sonra burada bu hətta səhv eləmirəmsə qəbulun 2025 dedim qəbula düşüb. O deyəsən bu idi. Yəni ya bu tipdə idi, ya elə bu idi. Burada qan qrupudur. Artıq qan qrupunda biz qan qruplarını bilirik də hansı qan qrupudur, necə yazılır. Artıq burada 3-cü mərhələdən başlayırıq. Xəstələrin genotipini yazdan başlayırıq.
Xəstə deyəndə burada da artıq qan qruplarını yazırıq da, genotipləri yazırıq yenə də. Nəsl şəcərəsində insanların qan qruplarının fenotipləri verilib. Rəqəmlərlə işarə olunmuş hansı insanların qan qrupu genotipini dəqiq təyin etmək olmaz. Baxın, 1-dir birinci qan qrupu, bir də 4-dür ki, 100% bilinəcək. Aha, gördünüz, 3-ü dəqiq yazdıq. 3 variantlardan çıxacaq. Amma 2 ilə 3-ü dəqiq yaza bilmirik. Niyə? Çünki 2 formada olur. İndi gəlin baxaq bura. 1 və 2. 1 ikinci qan qrupdursa, bunun bir dənə A-sı 100% var. A0 da ola bilər, AA da ola bilər. 3, daha doğrusu 2 yazılan üçüncü qan qrupdursa, bu mütləq şəkildə B-si var. İndi B0-dırmı, BB-dirmi, bunu bilmirəm. Aha, indi gəlin baxaq bura. Əgər bu ikinci qan qrup böyük olsaydı, buradan üçüncü qan qrup ola bilməzdi. Ya AA olacaqdı, ya AB. Deməli, üçüncü qan qrupu olubsa, bunun A0-dır ki, B ilə 0 birləşib olub B0, üçüncü qan qrup üzə çıxdı. Deməli, 2-ni də dəqiq yaza bilirəm. 2 variantları da getdi. Aha. Sonra, baxaq burada, bu ikinci qan qrupdur. A yazıram, yanını bilmirəm. AB və 4 yazılan fərq 3-cü qan qrupdur. Yəni, B-si var. Amma B-si varsa belə, bu böyük olsaydı, ya A0 olardı, ya AB olardı. Yenə 3-cü qan qrup üzə çıxıbsa, yəni BB-dirmi, B0-dırmı, üzə çıxıbsa, 3-cü qan qrupdur bu. Necə ola bilər 3-cü qan qrup? Buradan B gəlir. Amma buradan A gəlsə olmayacaq. Deməli, buradan 0 gəlməlidir. Üçüncünü də, yəni bu 4 ilə işarə olunan 3-cü qan qrupu yazılanı da çıxdım. Amma bir dənə 1-dən, 1-in ailəsi haqqında, yəni bu sonradan nikahda daxil olar, onun uşaqları falan verilsəydi, mən bu ikinci qan qrupu 1 yazılanı, daha doğrusu 1 nömrəli fərdi mən yaza bilərdim. Amma bunun uşağı yaz falan da verilməyib deyə mən bilmirəm bu A0-dırmı, AA-dırmı. Çünki A0 da ola bilər, AA da ola bilər valideynlərə baxsaq. Deməli, sadəcə 1-i təyin eləyə bilmədim. Daha sonra, daltonizm xəstəliyinə malik fərdlərin işarələndiyi nəsl ağacındakı hansı fərddə bu xəstəlik mutasiya nəticəsində yaranıb? Deməli, normalda atadan anadan keçmir, amma üzə çıxıbsa, yəni əslində keçmək mümkün deyil. Amma necə olubsa, üzə çıxıbsa, deməli bu mutasiyadır. Gəlin baxaq bura. Daltonizm X ilə ilişkili ötürülən resessivdir. Yəni, X kiçik deyinə yazaq. Baxın, kişiləri doldururuq birinci. X ilə ilişkilidə kişiləri doldurun. X xəstədirsə kiçikdir Y. X kiçikdir Y. Sonra bu kişi X böyükdür Y. X böyükdür Y. İndi bir də xəstə qızları yaza bilərik. X kiçikdir, X kiçikdir. X kiçikdir, X kiçikdir. Sonra X kiçikdir, Y budur. X kiçikdir, X kiçikdir budur. Mən elə bir dənə 1-i yaza bilmirəm daha. Çünki 1-i də yaza bilərəm, X böyükdə yazıram. Amma yanında kiçik dedimi, böyük dedimi, gəlin görüm yaza bilirəm. Yaza bilirəm, niyə yaza bilmirəm? Axı bu oğlan, baxın. Oğul övladı burada yazmışam. Xəstədirsə, anada həmin gen var. Və ana sağlamdır, mütləq böyük desi var. Amma oğulda xəstədirsə, həmin gen var. Deməli, X bir dənə də kiçik desi var. Hamısını yazdım. Baxıram, bir heç, birindi birinci fərddir. Sonraki nəsillərə baxacağıq. Bu heç burada bu 1-i niyə yazıb bilmirəm. Burada da 1 var. Nəsə 1, 2, 3, 4, 5-ə baxaq. Deməli, buradan X kiçikdir, Y ola bilər. X kiçikdir, X kiçikdir də ola bilər. Niyə ola bilər? Çünki baxın. Deməli, X kiçikdir, bu atadan keçdi. Deməli, bu, bir də bu birləşsə X kiçikdir olur. Daha sonra X böyükdir Y. Bu da ola bilər. Anadan X böyükdir, atadan Y ola bilər. Sonra bu qızda X kiçikdir üzə çıxa bilərmi? Bəli. İkisində də atada da, anda da var. Sonra indi bu qız sağlam fərdlə evlənir, ailə qurur və gəlin baxaq burada. Burada X kiçikdir, anadan gəlir, Y də atadan gəlir, oldu. Amma bu ola bilməz. Niyə? X kiçikdir, lap gəldi anadan. Və X-in biri atadan gəlməlidir və atada da bircə dənə X böyük deyil. Deməli, 5
xəstəlik varsa, deməli bu mutasiya nəticəsində yaranıb. Çünki atadan anadan keçmək mümkün deyil. Sonra nəsil ağacında 59-cu məsələyə baxaq. Mavi gözlü fərdlər tünd rəngli işarələnib. Bilirik ki, mavi gözlük autosom resessivdir. Baxırıq bura. Baxın uşaqlar, bizə tutaq ki, autosom resessiv olduğunu verməyib. Mən burada bir cümlə yazmışam. Sağlam valideynlərdən xəstə uşaq doğula bilər. Baxın, mənə heç bilmirəm mavi gözlükdür. Mənə bu nəsil ağacı verilib. Mən baxıram, birinci ailədir, sağlam uşaqları oldu. Sonra sağlam uşaqlardan xəstə uşaq oldu. Yəni əlamətdə tutaq ki, lap bir də. Baxın, belə sağlam valideynlərdən xəstə bir övlad gördünüzsə, mütləq tez fikirləşin ki, bu resessivdir. İndi gəlin yazaq. Mavi gözlük genini biz əgər üzə çıxıbsa bu fərd kiçiyə adı. Bizə nə istəyir? İşarələnmiş tünd rəngli gözə malik fərdlərdən hansılarda mütləq bu əlamətə görə resessiv gen var. Yəni, tünd gözdür. Böyük A yazırıq. Amma deyir ki, mütləq həmin resessiv gen var. Yəni, bu heterozigot formada olan istəyir. Mən bu tünd gözlərin hamısına böyük yanı yazıram. Amma yanını bilmirəm də böyük adımı, kiçik adımı. Yazdım. İndi gəlin baxaq. Burada, baxın, 2-3-dən bir dənə mavi gözlü bir oğlan doğulub. Necə doğulub bu? Əlamət olmayan fərdlərdən həmin əlamətə malik fərd doğulursa, deməli bunların ikisinin də yanında bir dənə kiçik yası var imiş, resessiv gen daşıyırmış. Daha sonra və bu 5, indi bu böyük kiçiyadan kiçiyə yarandı. Amma böyük da yarana bilər. Böyük kiçiyə da yarana bilər. Bunu mən mütləq şəkildə bilmirəm. Çünki bunun da ailəsini verməyib ki, mənə. Uşaqlardan çıxardım, görüm bu böyük adımı, kiçik adımı. Bunu bilmədim. Bu getdi. Dəqiq çıxdı variantdan. Sonra kiçiyə, böyüyə. Deməli, bu böyük kiçiyə olsa da bunun tünd rəngli, tünd gözlü uşağı olacaq. Onlar böyük kiçiyə. Elə böyük da olsa, yenə də bu biləcəm ki, ya da yenə böyük kiçiyə ola bilər. Deməli, baxın. Böyük da olsa, bu böyük kiçiyədir. Böyük kiçiyə də olsa, bu böyük kiçiyədir. Deməli, altını mütləq bilirəm. Amma yenə dediyim kimi, bunu bilmirəm. Çünki böyük kiçiyədən də tünd rəngli olur, böyükdən də. Bu da variantlardan çıxdı. Daha sonra baxaq digərlərinə. Altını götürmüşdüm. 2-ni mütləq şəkildə yazmışam, götürürəm. Bir də 3-ü yazmışam axı. Yenə dediyim kimi, bu böyük də olsa, böyük kiçiyə olacaq uşağı. Böyük kiçiyə də olsa, bu 2 uşağı böyük kiçiyə ola bilər. Biri də çıxdım. Deməli, mən hansıları bildim ki, mütləq böyük kiçiyədir, yəni resessiv gen daşıyır. 2, 3, 6-nı. Yenə ən birinci nə ilə başlayırıq? Genotipləri yazmaqla. Sonra 60. Daltonizm xəstələrinin tünd rənglə işarələndiyi nəsil şəcərəsi üçün verilən fərqlərdən hansı doğrudur? Daltonizm. Deməli, X-lə resessiv ötürülən xəstəlikdir. Birinci X-lə ötürülən xəstəliklərdə dedim kişiləri doldurun. Və bir də xəstə qadınları dolduracaq. Bu kişi X kiçikdir, Y-dir. Bu kişi də X, daha doğrusu kiçikdir. Bu biraz böyük oxşadı, bunu dəqiq yazım. X kiçikdir, Y. X böyükdür, Y. Sonra X böyükdür, Y. Bu qızdırsa X kiçikdir. Bu da sağlam kişidirsə X böyükdür, Y. Baxdıq. Bunları yazdıq, amma qızlara X böyükdür yazıram. Bir X-in yanı boş qalır. Bu sağlamdır, yəni X böyük D-si var, amma digərini bilmirəm. Bunun da X böyük D-si var, amma digərini bilmirəm. Bunun da X böyük D-si var, amma digərini bilmirəm. A ailəsində doğulacaq qızlar daltonik ola bilər. Baxın, ata xəstədirsə, nə yazmışam burada? X-lə ilişkilidə, baxın, X-lə ilişkili xəstəlikdə. Ata xəstədirsə mütləq qızlarda
həmin genə rast gəlinir. Amma bir şey deyim. Burada ana bilmirəm x böyük dedimi, x kiçik dedimi. Əgər kiçik də olsaydı, o zaman qız bu x kiçik də ilə bununla bu birləşərdi, qız xəstə ola bilərdi. Yəni ola bilər. Yəni belə bir şey mümkündür. Ailəsində doğulacaq qızlar daltonizm ola bilər. Bir düzdür. 3 nömrəli fərdin, ana 3, burada. 3 nömrəli fərdin anası bu genin daşıyıcısıdır. 3-ün anası, baxın, ən başdakı anadır. Bunun da daşıyıcı olub olmadığını hardan bilək? Baxıram mən bunun, deməli, bir qızı, bir oğlu xəstədir, bir qızı, bir oğlu sağlamdır. Əgər bu xəstə oğul Y-ni anadan alır, deməli, x kiçik D-sini anadan alacaq. Və yaxud bu 4 xəstə qız x kiçik D-nin birini atadan alır, x kiçik D-nin birini anadan alır. Deməli, ananın x kiçik D-si var. Deməli, ana daşıyıcıymış. 2 də doğrudur. Daha sonra D ailəsində doğulacaq burada. Bütün uşaqlar daltonik olacaq. Niyə? Tutaq ki, oğlanlar daltonik ola bilər, bəli. Amma qız atadan x böyük D alacaq axı mütləq şəkildə. Burada heç xəstə qız ola bilməz. Əgər ata sağlamdırsa, xəstə qız olmayacaq. Çünki qız bir dənə böyük D-ni atadan alacaq. Elə bir dənə də böyük D bəs eləyir ki, bu sağlam olsun. Deməli, 3 səhv oldu. B ailəsində uşaqlar sağlam doğula bilər. B ailəsində, bəli, ata da sağlam, ana da sağlam. Sağlam doğula bilər, düzdür. 4 nömrəli fərdin doğulacaq oğlanlarındakı xəstəlik geni yalnız babalarından analarına gələn gendir. 4-ün, baxın, bunun deyir, doğulacaq oğlanlar. Bunun oğlu ancaq xəstə olacaq axı. Çünki mütləq anadan x kiçik D alır, atadan y alır. Bu deyir, bu xəstəlik geni babasından anasına gəlib. Yəni deyir ki, ancaq bundan gələn gendir. Xeyr, ondan gələn deyil. Niyə? X kiçik D-nin birini o babadan alır, lap başdakı atadan. Amma x böyük D-nin birini ki, o nənədən alacaq, bundan alacaq. Ona görə yalnız babadan anaya gələn deyil. Həm babadan, həm nənədən onun anasına gələn. Yəni 4-ün burada bir uşaq ki var, bax bu oğlanın anasına həmin gen həm babadan gəlib, həm nənədən. Ona görə 5 də səhvdir. Doğru cavab 1, 2, 4 olacaq. Buradan bu qədər. Bu dim test toplusundan. Bugünlük videonu burada dayandırıram, amma bu videonun davamını da çəkəcəm. Orada da dediyim kimi ABC sınaq toplusumu, time sınaq toplusumu, yəni onlardan nəsl ağacı məsələlərini seçəcəm. Onlar üzərində işləyərik. Hətta burada hər birinin əlaməti daltonizmdirmi, mavi rəngdirmi, nədirmi özü verdi. Amma elə məsələlər seçəcəm ki, orada həm də verilməsin. Biz çıxardıq onları. Ona görə mütləq Instagram səhifəmi də, YouTube səhifəmi də izləmədə qalın. Qəbula kimi sizin üçün və yaxud Miqa kimi faydalı məlumatlar daim olacaq. Sağ olun, hələlik.